Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Hörmətli Elmir Əmlak kanalının izləyiciləri. Elvin, ev bütöv olaraq üstünə qədər hamısı görünür. Əziz izləyicilərimiz, buradan üzümü tuturam, böyük həyəti olan villa istəyən müştərilərimizə. Alın bu bağı, təmir eləyin, çox möhtəşəm bir bağ olacaq. Və yaxud da ev tikib satan dostlarımıza. Alın bu bağı, təmir eləyin, çıxardın satışa, Allah kömək olar. Üstündə yaxşı pul qazanmaq olar. İnşallah ki. Dəyərli izləyicilərimiz, mən hal-hazırda hardayam? Şuvalan Gülçülük ərazisi, Şuvalan qala yolundan 750 metrlik məsafədə. Özüm şəxsən ölçmüşəm, məsafəni ölçmüşəm ki, Şuvalan qala yolundan şəhid plakatı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həmən yoldan bura 750 metr məsafə var. Mən ikinci mərtəbədən göstərəcəm. Bu evin yanında 10 sotda 945 minə bir ev çəkmişdim, paylaşmışdım. O ev satıldı. O evdə yaşayan var, o evi satdılar, yaşayan da var. İnşallah onu göstərəcəm ikinci mərtəbədən sizə. Elvindən bir daha xahiş eləmək istəyirəm. O tikilləri göstər. Burada elə bir şey var ki, bütöv olaraq bax, yol boyu 37 metrdir. 20 sotdur torpağın sahəsi. Evin yarı zirzəmisi var. Monolit betonla inşa olunub. Çox möhkəm tikilidir, şəxsi tikilidir. Sadəcə bugünkü gündə bu ev sahibi buranı satıb getmək istəyir. İşi ilə əlaqədar olaraq saxlayıram deyir burada, istəmirəm, təmir eləmək istəmirəm. Adam gəlsin, halallaşaq, satım ona. 20 sot, 18 sotun kupçası var. Kim istəsə, əgər pulu çatmasa, ön hissədən ayırıb 6 sot, 8 sot, 5 sot satmaq da olar. Burada torpağın sotu 25 mindən yuxarıdır ki, aşağı deyil. 37 metrənin uzunun da bilirəm, ölçüləri var məndə. Onu da kimə maraqlı olsa deyərsiniz. Evin yan hissəsində evlə hasarın məsafəsi 10 metrədir. Evin arxa hissəsində evlə hasarın məsafəsi 5 metrədir. Tikillərə baxın, betona baxın, mən demirəm. Buradan hamısı görünür. Əziz izləyicilərimiz, bax bu ev də görünür. Bax bu evi deyirəm mən. Baxın buna, yaxşı-yaxşı baxın, bax bu evə. Bu evi mən 945 minə çəkmişdim. Bu evi satdılar. İndi hal-hazırda orada yaşayan da var. Bax bu evdə. 945 minə o ev 10 sotda bu evi təmir eləsiniz. Bunun qiyməti 2 milyon olacaq 20 sotda. Çünki bu həyətdə geniş hər bir şey eləmək olar. Yan hissəsində baxın, məsafəyə baxın. Həm bu hissədə 10 metr, həm o hissədə 10 metr məsafə var. Arxa hissəsində də 5 metr məsafə var. Yarı zirzəmisi qapısı bağlıdır. Həyətin kupçası, suyu, qazı, işığı, şamboz sistemi, interneti, kameraları hamısı hazırdır. Hamısı hazırdır, hal-hazırda işlək vəziyyətdədir. Yarı zirzəmi inşallah kim gələcəksə görəcəksiniz. Gözəl proyekti var. Bura mətbəx otağıdır. Bura geniş, böyük bir qonaq otağıdır. Sonra yarı zirzəmiyə düşmək üçün buradan pilləkən var. Hasarları bağlıdır, açmaq istəmirəm, göstərərəm gələndə. Sonra burada ümumi sanitar qovşağıdır. Burada qardirob ola bilər, nə istəsiz eləyə bilərsiniz. Burada birinci mərtəbədə ev sahibi söylədi ki, özüm üçün buranı iş otağı kimi eləmək istirdim, amma siz birinci mərtəbədə yataq otağı da edə bilərsiniz. Gəl qalxaq ikinci mərtəbəyə Elvin. İkinci mərtəbədə göstərək, arxanı göstərək, ərazini göstərək. Hamısını qoy, izləyicilərimiz görsün. Allah xeyir versin, kim alacaqsa. Əgər kimsə alacaqsa, almaq istəyirsə, remontu biz də eləyə bilərik olarsın. Simeta gəlsin, oturaq stolda, simeta dəyəri tutulacaq, qiymət nədirsə, hamısı göz qabağında təmir olunacaq. 1 yataq otağı, 2 yataq otağı, 3 yataq otağı, 4 yataq otağı. Ümumi baxın burada dəhliz, havalandırma, mərkəzi havalandırma sistemi çəkilib. Deməli, ümumi dəhlizdə 1, 2, hansı ki bunlar bölünəcək, hər bir yataq otağına sanitar qovşağı veriləcək. Gəl bura, bir dənə buradan eyvana çıxaq. Bax, arxa hissədə ev sahibi belə bir eyvan buraxıb arxa hissəyə. Bu ərazilər boşdur, qalan hər yerdə, bax, maşallah, yaşayış var. Arxa 5 metr, evlə hasarın məsafəsi. Tikinti yüksək səviyyədə tikinti olunub, monolit beton, üst tavanda monolit beton, ara kəsmə monolit beton, aşağı monolit beton. Bütün yataqlar maşallah böyüdür. Bax, həyətdən qarşıda eyvan var. Düz evin o hissəsindən düz qarşısına kimi
eyvanı var. Dəyərli izləyicilərimiz, baxın buradan. Həyət də tam görünür, maşallah. Bütöv olaraq yoldur. Bax, buradan düz ana yola, Şuvalan, qala yoluna 750 metrdir. Dəyərli izləyicilərimiz, qiymətimiz bugünkü gündə start 590 min manatdır. Gəlin torpağı da, bura xərclənən pulu da hesablayaq. Ev sahibi də biraz endirim eləsin. Nə varsa ortadadır. Təşəkkür edirəm sizə, sizi gözləyirəm.